Bir vaxtlar o da hamı kimi idi. Dostları ilə gülür, ailəsi ilə süfrə başında oturur, sabah üçün planlar qururdu. Amma bir gün, sadəcə bir gün, bir dəfə sınasan heç nə olmaz deyən bir dostuna inanaraq həyatının istiqamətini dəyişdi. O, ilk dəfə o iynəni vuranda elə bir bütün dərdlər yox olmuşdu. Rənglər daha parlaq görünür, musiqi daha dərin səslənirdi. O an xoşbəxt idi. Amma heç kim ona deməmişdi ki, o xoşbəxtliyin qiyməti bir ömür olacaq. Günlər keçdikcə gülümsəməsi soldu, baxışları boşaldı. Artıq sevdiyi yeməklərin dadını hiss etmirdi. Anası hər səhər onun otağının qapısını qorxa-qorxa açırdı. Bir səhər o qapı açılmadı. Masasının üstündə bir neçə siqaret qutusu, bir iynə və qırıq bir şəkil vardı. O şəkil bir vaxtlar gülümsəyən onun özüdür. Bir anlıq xoşbəxtlik üçün bir ömürlük faciəni seçmişdi. Narkotik insanı yavaş öldürmür. Onu hər gün biraz daha diri-diri məhv edir. Unutma, sən bir dəfə sınamaqla yox, bir dəfə yox deməklə qalib olursan.